Salam, axşamınız xeyir olsun. Oyun sonrası mətbuat konferansımıza başlayırıq. Öncə baş məşqçimiz Qurban Qurbanov fikirlərini bildirsin, daha sonra suallara keçək. Axşamınız xeyir olsun, salamlayıram mən də hər birinizi. Əfsuslar olsun, böyük hesablı məğlubiyyət oldu. İstəməzdik belə böyük hesablı məğlubiyyət olsun, amma buna baxmayaraq futbolçularımı təbrik edirəm. Çox biz 8 oyunu analiz etsək, 8 oyunluq bizim gəldiyimiz yola baxsaq, çox əziyyət çəkdik və çox risklərə getdik. Futbolçularım ən azından play-off'a çıxmağa haqq elədilər və bugün əlbəttə ki, daha yaxşı oynaya bilərdik. Yəni, bu bizim oyunumuz deyil, biz daha yaxşı komandayıq. Baxmayaraq Liverpoola qarşı oynayırdıq. Və hər bir halda yəni, layiqli məğlub olduq, amma layiqli də ilk 24-lükdə olduq. Futbolçularımı təbrik edirəm və bütün öz xalqımı təbrik edirəm. Çox gözləyirdilər ki, biz ilk 24-lükdə olaq və get-gedə oyunlar daha da qəlizləşir, rəqiblər daha da güclənir və qarşıda bizi daha böyük oyunlar gözləyir və inşallah çalışırıq ki, qarşıdakı oyunlara daha düzgün hazırlaşmağa və əlbəttə ki, həm həmkarım Gaspadin Slotu, həm də komandasını təbrik edirəm ki, ilk 8-likdə oldular və onlar arzulayıram onlara da. Buyurun, suallara keçə bilərik. Aytan xanım. Son. Tamam. Sağ olun, təşəkkür ederim. Xanım vermək istəyirəm. Problem sual var. Qurban mənim nəticə həqiqətən də Azərbaycan futbolu üçün böyük bir, ən böyük uğur hesab oluna bilər. Düşünürəm ki, artıq potensial rəqiblərimiz də məlumdur. Həmin rəqiblər haqqında hansısa bir fikirlər varmı? Yox, sadəcə gözləyəcəyik. Gözləyəcəyik. Hər ikisi əlbəttə ki, çox özünə xas, hər komandanın özünə xas oyun üslubu var və əlbəttə ki, hansısa düşsə çalışırıq ki, daha diqqətli olmağa və daha yaxşı hazırlaşmağa. Buyurun, baxın. Hər vaxtınız xeyir. Əgər Qarabağ Liverpool'la olan oyundan bir dənə əsas dərs çıxarıb geri Azərbaycan özünə aparsaydı, bu sizcə hansı dərs olacaq? Nə olacaq? Yəni bir nəticə çıxarıb özünə aparsaydı bir dərs kimi bu oyundan sonra idmançılar və komanda özü. Bu nə olacaq? Belə oynamamaq, daha yaxşı oynamaq, amma inanın ki, mən futbolçularımı başa düşürəm. Çünki dediyim kimi çox bizim 8 komanda arasında belə rahat bir rəqibimiz yox idi və geridə qalan oyunlarda çox enerji sərf etmişdilər və çox cəsarətli olmuşlar. Sadəcə ola bilər biraz arxayınçılıq var idi futbolçularda ki 10 xalından demək olar ki, bir 90-95% yəni ilk 24-yə düşmüşdük. Bəlkə bu arxayınçılıq var idi, amma hər bir halda bəlkə də bu Liverpool, bu stadion biraz fərqli digərlərindən, biraz onun təsiri oldu. Amma məncə biz bir də oynasaq, məncə bundan daha yaxşı oynayacağıq və buna əminəm. Çünki elə futbolçuların da sonda soyunub geyinmə otağında danışığımız oldu ki, biz bundan daha yaxşı oynamağı bacarıq və layiqik. Qurban mənim soyunub geyinmə otağından danışdınız. İndi futbolçular orada bu tarixi uğuru qeyd edirlər, yoxsa məğlubiyyətin məyusluğunu yaşayırlar? 50-50. Həm qeyd edirlər, həm də məyusdular. Amma meydanda qeyd eləmədilər. Meydanda qeyd eləmədilər, sevinmədilər. Məlumdur. Elə də olmalıydı. Çünki özləri də başa düşdülər ki, özləri də qəbul edirlər ki, daha yaxşı oynamalıydılar məncə ona görə. Amma
Həm də ki, deyəsən hələ tam bəlli deyil idi oyun. Yəni hələ oyunlar gedirdi. Bitməyən oyunlar var idi. Biz döyüşü uduzduq, amma müharibəni utduq. Buna görə sizə təşəkkür edirəm Qurban müəllim. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Və Liverpoollu jurnalistləri təbrik edirəm. Onlar sizə çox yaxşı komandanız var. Sağ olun.